Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Eyvaz müəllim. Demək, 2025-26 tədris ili üçün nəzərdə tutulan ilk mövzu sınağını paylaşdım sizlərə ödənişsiz şəkildə və növbəti bir sınaqda gələn həftədə olacaqdır inşallah. Bütün mövzular bu şəkildə izahı da bizim YouTube kanalımda olacaq. Həm də sınağı daha çox belə deyim də paylaşın. İnsanlar da istifadə eləsinlər. Hər birinizə uğurlar arzulayıram. Sualların, ya Allah, izahına baxaq. Deməli, deyir ki, verilən fikirlərdən hansı səhvdir? Baxın, nəzmlə yazılmış əsərlərdə təhkiyə ola da bilər, olmaya da. Bəli, bu fikir düzdür. Nə deməkdir? Yəni, nəzmlə yazılmış əsərlərdə. Bax, ola bilər ki, bir lirik əsərdir, məsələn, ayaq da basmaram sən olan yerə, sən olmayan yerə yol tapa bilsəm, qovaram evimdən xəyallarını ardınca düşməyə çöl tapa bilsəm. Gördünüz, burada təhkiyə deyil, burada tərənnüm əsasdır. Nəzmlə yazılmış əsərlər indi. Və yaxud da təhkiyə ola bilər, bu nə zaman ola bilər? Təhkiyə özünü göstərəcəkdir ki, zülm edib bir qarıya çox uddurmuşdular qan, o da Sultan Səncərin tutaraq yaxasına. Gördünüz, burada isə nağılvari danışma. Ona görə nəzmlə yazmış əsərlərdə təhkiyə ola da bilər, olmaya da fikri düzdür. Bütöv söz prinsipinə əsaslanan şeirdə vahid bölgü prinsipi pozula bilər. Bu nə deməkdir, yoldaşlar? Bu fikrin özü belə düzdür. Yəni, bütöv söz prinsipinə əsaslanan heca vəzni bütöv söz prinsipinə əsaslanır. Yəni, söz parçalanmır. Amma vahid bölgü prinsipi odur ki, birinci misra tutalım ki 6-5'dir, ikinci misra 4-4-3'dür. Bölgü bu şəkildə gedir də. Onda bunlar birinci misra 6-5, 2-4-4-3 olduğu təqdirdə deməli burada nə olacaqdır? Vahid bölgü prinsipi pozulmuş olur. Məsələn, nümunə deyə bilərikmi? Bahar fəsli yaz ayları gələndə 4-4-3. Sənli sümbüllü lalalı dağlar 6-5. Deməli, burada nə oldu? Vahid bölgü prinsipi pozuldu. Nəzmin ən kiçik vahidi qəzəldə işlənir. Yəni nə? Misra. Rədifin yeri şeirdə sabitdir. Bəli, rədifin yeri şeirdə sabitdir. Yəni rədif dəyişməzdir. Rədif elə ürəyi istədiyi yerdə gələcək deyə bir şey yoxdur. Texnikası var da, məsələn, qoşmada biz nə cür deyirik? Məsələn, A, B, C, B şəklində də. Gördünüz burada, sonraki bəndlərdə də axırıncı misal. Yəni bu sabitdir. Nəzmlə yazılan əsərlərdə qafiyə formal xarakter daşıyır. Xeyr, bax, formal xarakter daşımır. Burada daşıyır sözü o formal xarakter daşımır. Onun məzmun, quruluşu ilə möhkəm bağlı olur. Yəni o formal xarakter daşımır axı, yanlış belə deyək də görünüş olsun. O belə deyək də bir dağla bağlı şeir yazsınsa, sən onun qafiyəsini də elə götürməlisən ki, o formal xarakter daşımasın, onun məzmunu ilə sıx bağlı olsun. Ona görə deməli E variantımız nə olur? Səhv cavabımız hesab olunacaq. Növbəti suala baxırıq. Müqayisə cədvəlində uyğunluğu müəyyən edin. Baxın, burada görürsünüzmü? 2 dənə əsərdir və siz bu əsərləri məktəb dərsindən falandan tanışsınız və bilirsiniz ki, söhbət nədən gedir. Bu Füzulinin Məni candan usandırmaz qəzəlindən, digər isə Aşıq Ələsgərin Dağlar qoşmasından. Baxaq, indi bunların müqayisəsində söz sırasının qəsdən pozulması halı müşahidə edilir. Qarşına gözümdən qanlı axar, su axar. Burada varmı? Bu tərəfdə də bax, dinşəməz haramı havalı dağlar. Dinşəməz burada. Deməli, biz nə edəcəyik? Biri ortalığa yazmalıdır. Ona görə bir səhvdir. Daxili qafiyədən istifadə olunmuş bənddə bədii suala yer verilmişdir. Bəli, bədii suala yer verilib. Amma bu bənd deyil axı, beytdir. Ona görə 2 də səhvdir. Bütöv söz prinsipinə əsaslanan şeirdə 3 müxtəlif sintaktik fiqurdan istifadə edilmişdir. Gah-gah təkrir var. Burada. İnversiya var. Haram, halal. Təzad var. Deməli, 3 düzdür də. Rədif işlənmiş nümunədə obyektə subyektiv münasibət özünü göstərir. Lirik əsər üçün bəli. Məni canla usandırdı qəzəndə rədif yoxdur, bilirsiniz. Amma bu şeirdə var. Deməli, 4 düzdür. Tərənnüm əsasında yazılmış əsərdir. Təbii ki, bunun hər ikisi tərənnüm əsasındadır. Aid olduğu ədəb növdə yalnız tərənnüm əsasdır. Xeyr, 6 səhv fikirdir. Yəni, lirik növdə hər zaman tərənnüm əsasında yazılacaq fikri səhvdir. Ona görə bizə lazımdır 3, 4, 5.
Bu da 3, 4, 5 olacaq A variantı. Burada görürsünüz. Növbəti 3-cü suala baxaq. Deyir ki, nümunələr əsasında uyğunsuzluğu müəyyən edin. Baxın, şərtə hər zaman diqqət eləmək lazımdır. Uyğunsuzluq. Kür qırağının əcəb seyrəngahı var, yaşılbaş zonası hayf ki yoxdur. Ucu tərcixalı siyah tellərin hərdən tamaşası hayf ki yoxdur. Və bir də ikinci Aşıq Ələsgərin Dağlar qoşması ilə bağlı. Heca vəznində yazılmış nümunədə heca vəznində misraların heca bərabərliyi prinsipi pozulmuşdur. Bax, bu diqqət edəsiniz nəyə yoldaşlar? Bu fərqli fikir deyil axı. Bizdən uyğunsuzluq istəyir. Bu ortaq fikirdir. Kür qırağının əcəb 12 heca var. Dərdməndlər görsə tez bağrı çatlar. Buranı oxuyun. Görürsünüz, burada da 10 hecadır. Yəni burada 12 qoy. Deməli bir hara yazılmalıdır? Ortaq fikrə. Biri götürdük. Müraciət formasında yazılmış nümunədə daxili bölgü misraların birində 5-5 şəklindədir. Bax 5-5 şəklindədir. Burada dağlara müraciət. Niyə pərişandır halların dağlar? Burada bir bədii belə deyək də xitab var. Dərdməndlər görsə tez bağırsaqlar 5-5 şəklindədir bu misrada. Deməli, bu fərqli fikirdir. İkiyə dəymirik. Yalnız bir misrada inversiya işlənməyən nümunədə qulaq qafiyəsi var. Yalnız bir misrada inversiya işlənməyən nümunədə qulaq qafiyəsi var. Ay. Biraz balacaladaq. Burada hanı elə bir şey? Yəni, bu yalnız bir misrada inversiya işlənməyən nümunədə qulaq qafiyəsi. Deməli, 1, 3, qələm götürək. 1, 3-ü götürdük. Orta fikirlər. Zəngin qafiyədən istifadə olunmuş nümunədə qoşma janrında yazılmışdır. Bu, görürük ki, orta fikirdir. Ona görə 4 lazım deyil. Həqiqətən, qafiyə quruluşu ABCB şəklində olan nümunənin aid olduğu şeirin ilk bəndidir və təşbih işlənməmişdir. Yaşılbaş sonrası ucu tərcixalı siyah tellərin hanı mən gördüyüm dərdməndlər görsə mələş müsürünə niyə pərişandır halların dağlar? Bax bu, görsən qafiyə quruluşu ABCB şəklində olan nümunənin aid olduğu şeirin ilk bəndidir, hər ikisi. Amma ucu tərcixalı siyah tellər. Bu deməli birinə aiddir, digərinə aid deyil. Bu fərqli fikir olmalıdır. Şeirin orta bəndi olub-olmadığını qafiyə quruluşunu əslində müəyyən etmək olar. Bəli, bu ortaq cəhətdir. Bizdən uyğunsuzluğu istədiyinə görə 1, 3, 5. Növbəti. Nümunələrin müqayisəsi əsasında uyğunluğu müəyyən edin. Kök atıb içindən bitən bu şivin, budağı həsrətin, qəmin zorudur. Biz səndən ayrıldıq, səni vətəndə bir vaxt yandırdığın ağac qorudu. Və bir də ikinci nümunədə cənazəmi sallayarlar qəbrə, məndən əvvəl kölgəm düşər məzara. Torpaq altda işıq olmur, əzizim. İşıq yoxsa kölgə hara, mən hara? İndi deyir, nəzmin əlamətlərindən hamısına əməl edilmişdir. Bu, orta fikir olmayacaq axı. Yəni, nəzmin əlamətlərinin hamısına əməl. Bax, biz burada nəzmin əlamətləri nədir? Ahəng, ölçü, qafiyə, rədif, bölgü. Bax, birinci nümunədə hanı rədif və ya ikincidə? Deməli, bu orta fikir deyil axı. 1, getdi. Bütöv söz prinsipinə əsaslanan şeirdə daxili bölgü eynidir. Kök atıb içindən bitən bu şivin 6, 5. Budağı həsrətin, qəmin zorudur. Biz səndən ayrıldıq, səni vətəndə bir vaxt yandırdığın ağac qorudu. Var mı burada? Bax, gördünüz? Bu 6-5. Cənazəmi sallayarlar qəbrə. 4-4-3. Bütöv söz prinsipi əsaslanan şeirdə daxili bölgü eynidir. Fərqli fikirlərə bax. Təşbih işlənmiş nümunədə tam qafiyədən istifadə olunub. Təşbih işlənən. Baxaq görək, burada hanı təşbih. Kök atıb içindən budağı həsrətin qəmin zoru kimidir. Nümunədə tam qafiyədən. Zorudur, qorudu, biz səndən. Cənazəmi sallayarlar qəbrinə, məndən əvvəl kölgəm düşər. Torpaq altda işıq olmur, əzizim. İşıq yoxsa kölgə hara? Fikir versiniz. Hara, mən hara. Təşbih işlənmiş nümunədə tam qafiyədən istifadə olunub, düzdür.
Amma bütöv söz prinsipinə əsaslanan şeirdə daxili bölgü eynidir. Yox axı, burada 6-5, bu da 4-4-3. Deməli 2 olmayacaq. Heca vəzinə yazılan bənddə qoşmanın orta bəndlərindən olmadığını əminliklə demək olar. Bu fərqli fikir deyil. Bu ortaq fikirdir. Ona görə bu tərəfə yazılmalı idi. Deməli bizə lazımdır bir dənə 3. Doğru cavab olacaq E variantı. Müqayisə cədvəlindəki uyğunluğu müəyyən edin. Baxaq. Nəzm barəsində yanlış, nəsr barəsində doğru fikir. Əgər nəzm barəsində bax uyğunluq deyir. Bu bunun üçün yanlışdırsa, nəsr barəsində də doğrudursa ortalığa yazılmalı idi. İndi baxaq görək nədir. Bu formada yazılan əsərlərdə ümumiyyətlə nəsr hissəyə yer ala bilməz. Deməli, bu düzdür. Bax bu yəni bunu belə deyək də nəzm barədə yanlış fikirdir. Niyə yanlış fikirdir? Bu formada yazılan əsərlərdə ümumiyyətlə nəsr. Məsələn, nəzmlə mənzum roman. Orada remarka nə ilə olacaq? Nəsrlə. Deməli, bir düzdür da. Bu formada yazılan əsərlər bəndlər şəklində ola bilməz. Bu bunun üçün yanlışdır. Amma nəsr barədə də doğrudur axı. Nəsrdə bəndi olacaqdı ki, deməli 2 bu hissəyə yazılmalı idi. Bu formada yazılan əsərlərdə nəzm hissə yer ala bilməz. Nəsr barədə. Bu səhv fikirdir axı. Bu formada yazılan əsərlərdə nəzm hissə yer ala bilməz. Bu formada yazılan əsərlərdə nəzm hissə səhv fikirdir. Çünki məsələn deyək ki, hansısa bir əsər. Deyək bu zəhər əsəri. Görürsünüz onun içərisində Mir Qasım orada bir neçə dənə şeir oxuya gedir. Deməli, bu yanlış fikirdir. Yəni ola bilər. Bu formada yazılan əsərlərdə müxtəlif bədii təsvir və ifadə vasitələrindən istifadə olunur. Bu nəsr barəsində təbii ki, doğru fikirdir. Ola bilər. Niyə də olmasın? Yəni nəsrlə yazılan əsərdə bədii təsvir ifadə. Əsas tələbi bütün cümlələrdə sözlərin dilin qrammatik tələbinə uyğun düzülməsidir. Bax, fikir verin, burada məsələ nədir? Əsas tələb bütün cümlələrdə sözlərin dilin qrammatik tələbinə uyğun düzülməsidir. Bu nəsr bu hər zaman olmayacaq axı. Nəzm barədə bu yanlışdır. Nəsr barəsində də yanlışdır. Adi danışıq formasında yazılan bu cür əsərlər epik növdə ola bilər. Adi danışıq formasında. Deməli, bu nəzm barəsində yanlış, amma nəsr barəsində doğrudur. Adi danışıq formasında nəzm barədə səhv fikirdir. Ona görə bizə lazım 1, 4, 6 olacaq B variantı. 11-ci, yəni növbəti suala baxırıq. Deyir ki, yanlışdır, doğrudur. Şeir tanıyırsınız. Bütün misralarda misra daxili bölgü bütöv söz prinsipi qorunmayıb. Uyğunluq bax bizdən şərtdir. Bu yanlış fikirdir. Şal istədim, mən də evdə ağladım. 11 hecad da onsuzdur. Deməli, bir səhvdir. Yanlışdan yanlışı götürür. Bəndin misralarında heca bərabərliyi prinsipi gözlənilmişdir. Bu, təbii ki, doğru fikirdir. 2 lazım deyil. Sonra, şeir sərbəst şeirdən fərqli olaraq poetik intonasiyaya sahibdir. Güya sərbəst şeirdə poetik intonasiya olmur ki, deməli, bunu da götürürük. 1, 3. Doğrudur. Bəndin 2 və 4-cü misralarında qulaq qafiyəsi mövcuddur. Baxaq görək. Bağladım. İkinci, bağladı. Baxın. Bir şal alıb tez belimə bağladım. Qulamgilə qaçdım, şalı salladım. Fatma xala mənə corab bağladı. Xan nənəmi yada sal bağladı. Bağladı, ağladı. Hani burada qulaq qafiyəsi? Rədfin olmadığı bənddə həm tam, həm də nataman qafiyə işlənmişdir. Burada nataman qafiyə yoxdur axı. Deməli, bu da səhvdir. Qafiyənin ancaq bir növündən istifadə olunur. Bəli, burada tam qafiyədir. Ağladım, bağladım, salladım və s. 1, 3, 6. Doğru cavab olacaq B variantı. Nümunə üçün ortaq olmayan fikirlər. Bax, bu nümunə üçün ortaq olmayan fikirlər deyəndə hər zaman nəyə diqqət edəsiniz? Bunun üçün doğru, bunun üçün yanlış olsun da, hər ikisi üçün olmasın. Bayram oldu, heç bilmirəm neyliyim. Bizim evdə dolu, çuval da yoxdur. Dücü ilə yağ, hamı çoxdan tükənmiş, ət heç ələ düşməz, motal da yoxdur. Vaqif, yad etsəni, yad eylən. İndi deyir, şeirin sonuncu bəndi olduğunu ilk misra əsasında müəyyən etmək olar. Bəli, burada Vaqif var. Bu tərəfdə bilinmir ki. Bəli, burada adını çəkibdir.
Şeirin ilk bəndidir. Qafiyə sistemi qoşmaya uyğundur. Misalların heç birində heca bərabərliyi prinsipi pozulmayıb. Bayram oldu, heç bilmirəm, yoxdur, yoxdur. Görsən, bax budur. Çuval da yoxdur, motal da yoxdur. Yoxdur rədif, çuval, motal isə qafiyə. Xitabdan istifadə olunmuş misalda inversiya da var. Xitab Vaqif var burada. Yad et, səni yad eyləyəni yad et. Deməli, buna aiddir. Son iki misranın tərkibdə 6-5 şəklində. Qoymaz göz önündən sevən 6-5, könüldən könülə. Düyülə yağı hamı çoxdan tükənmiş. Ət heç hələ düşməz. Deməli, bu ortaq cəhətdir. Şeirin orta bəndi hesab oluna bilməz. Hər ikisinə aiddir. Bu son bənddir, bu da ilk bənddir. Ona görə bizə lazımdır 1, 2, 3 doğru cavab olacaq D variantı. Heca vəzinə bağlı doğru fikirlər əruz vəzni üçün yanlış hesab olunmalıdır. Yəni heca vəzinə bağlı burada hansı? Bu vəzndə yazılan şeirdə şeir vahidi beyt olmur. Baxırıq. Əruz vəzni üçün yanlış. Bu vəzində yazılan şeirlərdə şeir vahidi beyt olmur. Bu əruz vəzni üçün yanlışdır. Əruz elə demək olar ki, beyt şəklində. Mənzum turanlar bu vəzində yazıla bilər. Bu hər ikisi üçün doğru fikirdir. Misallarda hecaların mütənasib sıralanması əsas tələbi deyil. Bu heca vəzinlə bağlı səhv fikirdir. Bu vəzində yazılan şeirlərdə müəyyən bölgü sisteminə malikdir. Təbii ki, bu hər ikisi üçün doğrudur. Misralardakı heca sayından asılı olaraq müxtəlif heca formalarından istifadə edilir. Bu heca üçün doğru, əruz üçün yanlış fikirdir. Bu vəzində yazılmış şeirdə müəllifin təxəllüsünə rast gəlmək mümkündür. Hər ikisinə aiddir. 1-5 olacaq E variantı. Verilmiş fikirlərin müqayisə əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Otağım doludur sükutla. Sükut içində mən. Qalın qabıq meyvə içində qalmış tum kimi. Nə qapı döyülür, nə telefon zəngi var. Yaşamaq hər kəsə gəlməsin asan. Ya gənc, ya qoca ol. Daim yoldasan. Uzaq ulduzlar gəzəcək insan. Yaşamaq eşqinə, həyat eşqinə. İndi bax bizdən istəyir ki, yoldaşlar uyğunluğu müəyyən edin. Yalnız birinə aiddir, birinci heç birinə aid deyil, hər ikisinə aiddir. İndi baxaq görək burada məsələ nədir? Yalnız bədii ifadə vasitələrindən biri olan bədii təzada rast gəlinir. Baxın, ya gənc, ya qoca ol, ya gənc ol, ya qoca ol. Qarşılaşdırma var. Bu tərəfdə yoxdur. Otağım doludur sükutla, sükut içində mən, qalın qabıq meyvə içində qalmış tum kimi. Nə qapı döyülür, nə telefon. Deməli, bu buna aiddir. Sözlərin qrammatik ardıcılığı qəsdən pozulmuşdur. Bu yalnız birinə aid deyil axı. Asan gəlməsin. Burada var. Otağım doludur sükutla. Sükutla doludur. Burada da var. Deməli 2 bu tərəfə yazılmalıdır. Ona görə 2-ni çıx. Heç birinə aid deyil. Səbkili şeir olduğu üçün çarpaz qafiyədən istifadə edilmişdir. Bu heç birinə bax, səbkili. Burada çarpaz qafiyə hanı? Müəyyən misra daxili bölgüyə malikdir. Bəli, bu ikinciyə aiddir. Hər ikisinə aiddir. Şeirdə bütöv söz prinsipi gözlənilir. Bütöv söz prinsipi buna aiddir. Bu birisi sərbəst şeirdir axı. Daxili ahəng və poetik intonasiya gözlənilmişdir. Təbii ki, hər ikisində daxili ahəng var da. 1, 3, 6 olacaq A variantı. Nəzm və nəsr əsasında uyğunluğu müəyyən edin. Ortaq cəhət, fərqli cəhət. Adi dil normaları əsasında qurulması, bax, nəzm və nəsrlə bağlı ortaq cəhətdə bir də fərqli cəhətlər var. Deməli, biz bunu adi dil normaları hardasa nəsrə deyirik də. Ona görə A-nı bura yazırıq. Müəyyən sətirlərin birləşməsi ilə bitkin parçaların yaranması, bu da fərqli. Müəyyən sətirlər nəzmdədir. İntonasiyasının adi intonasiya olması, bu da nəsrə aiddir. Təmsil janrının yazılma formalarından biri olması, təmsil janrının, bax bu ortaq cəhətdir. Çünki həm nəzmlə yazıla bilər, həm də nəsrlə yazıla bilər təmsil. Povest janrının yazılma formalarından biri olması, povest yalnız nə ilə yazılır? Nəsrlə. Əsas əlamətlərindən birinin rədifin olması, bu nəzmə aiddir. İri həcmli əsərlərin yazılma formalarından biri olması bu ortaq cəhət kimi götürə bilərsiniz. Çünki poemalar nəzmlə, romanlar, tutalım ki, povestlər falan nəsrlə. Deməli, 1-ə D, F, 2-ə də A, B, C. Doğru cavab olacaq C variantı.
Klasteri tamlayacaq variantı müəyyən edin. Şeir əruz vəznində yazıldığını söyləmək mümkündür. Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş. Ey gözüm qanağla kim, çeşmi xumarım gəlməmiş. Aydın olsun gözlərim kim gəldi yarın kağızı, könlümü şad eylədi gözəl nigarın kağızı. Hə, rədifdən əvvəl zəngin qafiyə işlənmişdir. İndi baxırıq görürük burada. Birə tutalım ki, bax, qəmküsarım, xumarım. Klaster tamlayacaq. Deməli, bizə nə lazımdır burada? Fikir versiniz. Deməli, bu hər ikisində var da. Qəmküsarım, xumarım və bu tərəfdə də yarın, nigarın var. Deməli, bu hər ikisinə aid fikirdir. Birə A da yazıla bilər. Da birə AB yazsaq, AB yazsaq. Rədifdən əvvəl zəngin qafiyə işlənmişdir. 2 C-ni yaza bilərik hər ikisini. Gözə müraciətlə yazılan misrada təşbih var. Hə, bax burada hər gedən gəlmiş mənim o qəmküsarım. Ey gözüm qanlı al, çeşmi xumarım. Hanı burada? Deməli, D-ni çıx ümumiyyətlə. Bütün misralarda sözlərin qrammatik ardıcılığının pozulması hesabına inversiya. Hər gedən gəlmiş, mənim qəmküsarım gəlməmiş. Burada inversiya nə gəzir? Aydın olsun gözlərim kim gəldi, könlümü şad eylədi gözəl nigarım. Bu, birə B yazsan, 2-yə ancaq E yaza bilərdin. Ona görə bu olmaz. Şeirin qitə janrında yazılmadığını əminliklə demək olar. Bu hər ikisinə. Çünki qitədə heç bir beytdə qafiyələnmə olmur. Belə qafiyələnir. C, B, tutalım D, B və s. və ilə. Yəni bu şəkildə qafiyələnir. Və ona görə də deməli bizə lazımdır nə? 1 AB, 2 də C, Ə doğru cavab olacaq. D variantı. Bəndlərin neçəsində vahid bölgü prinsipi pozulubdur? Bəndlərin neçəsində vahid bölgü. Gecələr sübhə tək eylərəm nalə. 6-5. Gecələr sübhə tək eylərəm. Hərgiz düşməz könlüm, hərgiz düşməz. Könlüm özgə xəyalə. Pozuldu mu? Qurban olum kipriyinə qaşına. Sel oluban qarış axan yaşına. Pərvanələr kimi dolan başına. Atəş tutub yana-yana degilən. Bax, bu da pozuldu mu? Bir fitnə felinin üzü xalının, bir şirin dilinin qurbanı yanma, bir qənd məqbalının, ləb zulalının, bir ağzı balının. Bu 6-5'dir. Burada pozulma yoxdur. Xublara vermişəm dini imanı, Şövkət Şamının adı sanımı, Cəllad tək gözləri alsa canımı, namərdəm mən əgər aman elə. Burada da 6-5 pozulması yoxdur. Yenə bayram oldu, xublar bəzəndi, sanasan açılıb, tazə gül bugün 6-5, bənövşə zülfləri alasan ələ, şanə tək gəzəsən, telbətək bugün 6-5. Burada da pozulma yoxdur. Deməli neçəsində var? İkisində olacaq B variantı. Növbəti sual 18-ci suala baxaq. Görək 18-də nə istəmişik. Deyir ki, verilən nümunələr əsasında uyğunluğu müəyyən eləmi. Eləmi harayından, xan gəlir sarayından, gündə bir kərpiş düşür ömrümün sarayından. Mənim adım Ələsgərdir, dərdim dillərdə əzbərdir. Xalların dürrü gövhərdir, sərrafiyam, tanıram mən. Birinci nümunə üçün doğru fikir, ikinci nümunə üçün yanlış. Bir bənddən ibarət olur və bu baxımdan yazılı ədəbiyyatda heç bir janrla ortaq xüsusiyyətə malik deyil. Bu yanlış fikirdir. Çünki yazılı ədəbiyyatda da biz deyirik nələr var? Rübai tuyuq bayatı şəklində qafiyələnir də. Görürsüz, harayından sarayına. Bu bayatı da A, B, A. Ona görə bir səhvdir. Əsas fikrin son iki misrada ifadə olunduğu, təkcə 3-4 bölgüsündə olduğu şifahi xalq ədəbiyyatı. Eləmi harayından 3, xan gəlir 3, 4. Gündə bir kərpiş düşür. 3-4. Ömrümün sarayından. Deməli bu düzdür. Rədif cüt rəqəmli misralarda yer almışdı. Rədif cüt rəqəmli misralarda mı? Yox axı. Bax, birdə də ümumiyyətlə burada bax gör rədif varmı? İkinci nümunə üçün yanlış fikirdir. Tədrisin sonuncu bənd olduğunu ilk misra əsasında müəyyən etmək olar. Burada hani heç cinas qafiyə işlənməyib. Həmçinin təcnis olması üçün ən az 11 hecə olmalıdır. Bu 8-dir. Deməli bu səhvdir. Bütün misralarda misra daxili bölgü fərqlidir.
Bütün misralarda misra daxili. Bölgü fərqlidir. Baxaq görək burada. Mənim adım Ələsgərdir. Dərdim dillərdə əzbərdir. Xalların dürrü gövhərdir. Sərrafiyam. Səhvdir axı. Bütün misralarda misra daxili bölgü fərqlidir. Deyil axı. Mənim adım Ələsgərdir. Dərdim dillərdə əzbərdir. Baxın, xallarda dürrü gövhərdir. 5-3 də var, 4-4 də var. Yalnız bir misrada inversiya işlənmiş nümunədə ilk iki misrada heç bir bədii təsir vasitəsi. Mənim adım Ələsgərdir, dərdim dillərdə əzbərdir. Bəli, burada sərrafiyam, tanıram mən. Burada işlənib inversiya. Amma bu iki misrada hansısa təsir vasitəsi var? Yox. Ona görə bizə lazımdır 2, 4, 5, C variantı. Baxırıq bura. Deməli, deyir ki, uyğunluğu. Yazılı ədəbiyyatda nəzmin tarixi nəsrdən daha qədimdir. Bura ehtimal yox, fakt yazılmalı idi. Səpkili şeirlərdə zəngin və natamam qafiyə anlayışı olmur. Bu fakt yox, yanlışdır. Fakt deyil axı. Niyə olmur ki? Həm əruz, həm də heca vəznində yazılan şeirlərdə qafiyənin müxtəlif növləri işlənməlidir, müxtəlif növləri işlənməlidir. Bu fakt yox, ehtimal ola bilər. Məsələn, mən tam qafiyədə yazıram, qutardı getdi. Heca vəzni Azərbaycan xalq şeirinin yeganə vəznidir. Bu faktdır. Bunu hətta mən dərsdə də izah eləmişəm. Hətta bütün sualların bir sözlə işlənmə tipin belə biz dərsdə demişik də sizlərə. Nəsrlə yazılan əsərlərdə ədəbi dilin normaları pozulmur. Nəsrlə yazılan əsərlərdə ədəbi dilin normaları pozulmur. Bu niyə ehtimalı? Bu yanlış fikirdir. Pozula da bilir. Yəni ona görə bu fikrin özü səhvdir. Olacaq. D variantı. Və sonuncu 15-ci suala baxırıq. Deməli, düzgün yerləşdirmələri müəyyən edin. Baxın, bir zaman havada qanat saxlayın. Sözüm vardı mənim sizə. Durnalar. Qatarlaşıb nə diyardan gəlirsiniz? Bir xəbər verəsiniz bizə. Durnalar. Ərz eyləyim bu sözümün sağıdır, yollarımız haramıdır, yağıdır. Şahin şonqur sürbənqizi dağıdır. Boyanırsınız qızıl qana. Durnalar. Deməli, 2 dənə nümunədir və bizdən bax görürsüz AB bizdən burada istənilir ki, vəziyyət düzgün yerləşdirməli. Bax düzgün yerləşdirmə deyirsə, AB əgər tutağım ki 1-ə yazılıb, bu 2-yə də aiddirsə, bu düzgün yerləşdirmə artıq hesab olunmayacaq. İndi baxaq yoldaşlar. Deyir ki, şeirin birinci bəndidir və qafiyə quruluşu qoşma janrına uyğundur. Bəli, sizə durnalar, bizə durnalar, bəli, qoşmadır. A, B, C, B şəklində. Bu isə sağlıdır. Qoşmanın orta bəndlərindən biridir. Deməli, biri A-nı yazdık. Üçüncü misrada sual cümləsi cavab almaq məqsədilə işlədilmişdir. Qatarlaşıb nə diyardan gəlirsiniz? Cavab almaq məqsədi ilə demir axı onu. Deməli, B səhvdir. 1-ə B olmaz. Bir də B-lər harada varsa onlar çıx getsin. Sonuncu misrada sonuncu söz rəmzi məna ifadə edir. C-ni. Bax, sonuncu misrada bunu 2-yə yaza bilərik. Çünki durnalar burada rəmzidir də, qəriblik simvolu kimi. İctimai mövzulu şeir bəndidir. Bunu da deyə bilərik. Çünki bütün bəndlərin misra daxili bölgüsü 4-4 düşdü. Bir zaman havada qana saxlayın, yox 6-5 daxil. Deməli, E olmaz. Sonra, şeirin sonuncu bəndi deyil və zəngin qafiyə işlənmişdir. Bax, yağıdır, dağıdır, sağıdır, sizə, bizə. Bu da ə var ha, ə 2-yə yazılmalıdır. Niyə? Çünki şeirin sonuncu bəndi deyil. Bu da sonuncu bənd deyil, bu da sonuncu bənd deyil. Bütün misralarda misra daxili bölgü eynidir. Bəli, ərz eyləyim bu sözümün sağıdır 4-4. Yollarımız haramıdır, yağıdır 4-4. Şahin şonqar sürbənqizi dağıdır 4-4. Boyanırsınız qızıl qana, durnalar 4-4-3. Deməli, bu isə 3-ə F yazılmış olacaq. Belə olan təqdirdə doğru cavabımız olur. E variantı. Bu qədər. Yoldaşlar, ümid edirəm ki, faydalı oldu. Faydalı oldusa o zaman kanala abunə olun və paylaşıb rəy yazmağı unutmayın. Sağ olun, salamat olun.